İsrail mediası yazdı. Bu qərar Azərbaycanı incidəcək. Kanala abunə olub video beğenmeyi unutmayın. İsrail hökumətinin qondarma erməni soyqırımını tanımaq qərarını Azərbaycana təsir edəcəyini İsrail mediasında da geniş şərh edilir. Axaras xəbər verir ki, mövzuya nüfuzlu Yerusəlim Post nəşri də toxunub. Nəşrə açıqlama verən Qüds Strategiya və Təhlükəsizlik İnstitutunun prezidenti Efraim İnbar bildirib ki, uşaq-sayağı və xırdaçılığa verilmiş səhv qərardır. Bu addım Türkiyə təzyiqi məqsədi daşsa da, əvəzində İsrailin stratejik tərəfdaşı olan Azərbaycanla münasibətlərə zərbə vura bilər. O bildirib ki, Azərbaycan strateji aktiv və İsraillə dərin stratejik tərəfdaşlıq münasibətləri saxlayan bir ölkədir. Bu baxımda xarici siyasət emosiyalarla deyil, milli məqarlarla müəyyən edilməlidir. Nəşri eyni zamanda Azərbaycan Yahudi ismalarının Knessetə müraciətinə və qondarma erməni soyqırımını tanımaq qarşısında tirajlanıb. Məsələ ilə tanış olan mənbələrin məlumatlarına görə, Xarici İşlər Naziri Gideon Sarın erməni soyqırımını tanımasına planlarını açıqlamasından sonra Azərbaycan İsraildəki səfiri ölkəni tərk edib. Onun getmə səbəbi rəsmi olaraq açıqlanmayıb və məsləhətləşmələr üçün Bakıya geri çağırılıb. Çağırılmadığı rəsmi olaraq təsdiqlənib. Məqalədə vurğulanıb.